Bakıda azyaşlılar əmilərinin avtomobilinin əl əyləcinə müdaxilə edərək ölümə səbəb olublar. Yüksəklikdə dayanan avtomobil qəfildən aşağıya doğru hərəkət edib, onsuz da piyada səkisi olmayan yolda 3 nəfərə çırpılıb. Nəticədə 2 azyaşlının anası ölüb. Nurlan Rafiqoğlu hadisə yerində idi. Sürücünü görmədik, qapısı açıq idi maşının. Üstündə açar da yox idi, mühərrik də işləmirdi. Bilinmədi ki, kim sürüb, kim yuxarıdan maşını buraxıb. Çünki bura bir evin qabağı uklondur, baş aşağıdır, bəli, maili. Mən qışqırdım ki, hanı maşının sürücüsü, bilinmədi, heç kim görməyib, bilmədilər. Əlimi saldım, maşını kişilər arxaya dartdılar, çəkdilər. Gəlin maşının arasında qalmışdı. Əlimi saldım ki, bəlkə yaşayır, dartdım ki, çıxardım ki, bəlkə yaşayır, gəlin 32 yaşı var gəldi. Gördüm ki, yox, qan ağzından, burnundan qan gəlir, təmiz gedir. Bakının Xətai rayonunda Mingəçevir küçəsində ehtiyatsızlıq ölümə səbəb olub. Şahidlərin verdiyi məlumata görə azyaşlılar əmsinə məxsus VAZ 21015 markalı nəqliyyat vasitəsinə daxil olaraq əl əyləcinə müdaxilə edib. Bundan sonra maşın hərəkətə keçib. Hadisə şahidlərin verdiyi məlumata görə VAZ 21015 markalı nəqliyyat vasitəsi burada hərəkətsiz vəziyyətdə dayanıb. Evdə olan azyaşlı uşaqlar avtomobilə müdaxilə edib. Nəticədə maşın hərəkətə keçib və üzü aşağıya doğru gedib. Avtomobil sahibinin və uşaqların yaşadığı evə daxil olduq. Onlar uşaqların günahı olmadığını bildirdi. Və deyirlər, uşaqlar sürüb bu xalastoy... Xanım, qonşular məlumat verir. Üstdən aşağıya doğru hərəkətdə olan VAZ 21015 markalı nəqliyyat vasitəsi burada olan 3 piyadanı vurub. Piyadalardan biri Ayten adlı xanım boruya dəyərək dünyasını dəyişib. Şahidlər deyir ki, hadisə zamanı Aytenin 2 rəfiqəsi də ağır xəsarət alıb. Ölən şəxsin valideynləri deyir ki, avtomobil sahibi səhlənkarlıq edib. Bilməyib, oturun maşına, Kutsalıya maşın gedir. 6 yaşında uşağın valideyni yoxdur. Bəs maşın sahibi harada olub sizə? Maşın sahibi deyirlər toyda olub. Maşın sahibi toyda olub, maşın sənin adındadır, düzdür. Cəzasını sən çəkməlisən də. Uşağı məktəbdən aparıb qoyub gəlirdi. Gəlib orada 1 manatlıq palto qoranla mağazana girib, oradan çıxanda da maşın vurub. Mənim qızım heç yerdə işləmirdi, evdə qadın idi. Uşaqlarla ilə məşğul edim mən qızım. Fakt üzrə Xətai rayon polis idarəsində cinayət işi başlanılıb. İş üzrə avtotexniki ekspertizə təyin edilib.